Milyonların sevimlisi və ən çox satılan notebooklardan söhbət düşərsə, Asus TUF seriyasını yada salmamaq sadəcə mümkün deyil və bugün icmalımızda böyük 17 düymlük ekranla Asus TUF F17 modelini qarşılayın. Qiyməti 2700 manat təşkil edir, 32 GB operativ yaddaşa sahibdir və notebookun qrafikasına Nvidia RTX 4060 cavabdeydi. 8 GB video yaddaşdan TGP dəyəri isə tək video kartda 140 Wattdır. Hər zaman olduğu kimi də tam rəsmi lisenziyalı Windows 11 Pro qutudan qiymətə daxildir. Prosesordan başlayaq, sistemin əsasında Intel Core i7-13620H quraşdırılıb. Bu prosesor 10 nüvə və 16 axına sahibdir. Süni testlərdə isə dünya notebook prosesorların sırasında 54-cü yerdədir və hətta Apple M3 Pro-dan belə daha güclüdür tək prosesor tərəfi. Notebookun FPS testlərini indi ekranda görə bilərsiniz və Cyberpunk oyununda ultra qrafikada 60 FPS, Forza Horizon 5 oyununda isə ekstrem qrafik ayarlarında 90 FPS görürük. Yəni bir sözlə bu notebookda istədiyiniz oyunu oynaya bilərsiniz. Ekran ölçüləri 17,3 düymdür. Bu notebook üçün böyük sayılır və onun hesabına da notebookun ümumi ölçüləri də böyükdür. Ekran matritsası IPS, təsvir ölçüsü Full HD, yeniləmə tezliyi isə 144 Hz təşkil edir. Görüntü keyfiyyətini də indi ekranda görə bilərsiniz. Belə. Bəs siz bu notebook haqqında nə fikirləşirsiniz?